Xəritədə qeyd edilən şəhərlərin ümumi cəhətlərinin düzgün verildiyi bəndi müəyyən edin. 1 nömrəli şəhərimiz Təbriz şəhəridir. 4 nömrə Ərdəbil şəhəridir. 3 nömrə Şamaxı şəhəridir. 5 nömrə Dərbənd şəhəridir. 2 nömrə isə Gəncə şəhəridir. Keçirik birinciyə baxmağa. 1, 2, 3 Səfəvilər dövlətində yaradılan bəylərbəyliklərin mərkəzi idi. 1 nömrə Təbriz bəylərbəyliyinin mərkəzi olmuşdur. 2 nömrə Qarabağ bəylərbəyliyinin mərkəzi olmuşdur. 3 nömrə isə Şirvan bəylərbəyliyinin mərkəzi olmuşdur. Ona görə 1 nömrə düz olacaq. Sonra 2-də deyir ki, Şəddadilər dövlətinin paytaxtları olmuşdur. Şəddadilər dövlətinin bir paytaxtı olub, o da Gəncə şəhəri idi. Yəni 4 nömrə Ərdəbil şəhərinin ora verilməsi yanlışdır. 11-ci əsrdə Slavyanların hücumuna məruz qalmışdır. 3 və 5. Şamaxı və Dərbənd şəhərləri müvafiq olaraq 1032 və 1033-cü illərdə Slavyanların yürüşünə məruz qalmışdı. Növbəti düzgün cavabımız budur. Sonra deyir ki, Monqolların ilk yürüşü zamanı işğal edilmişdir. 1 və 5. 1 xərac vermişdir, yəni Təbriz şəhəri. 5 nömrənin işğalından isə ümumən danışmamışdır. Monqollar oradan keçərək Dağıstana, daha sonra isə öz ölkələrinə qayıtmışdılar. Yəni bu da səhv olacaq. Bizim düzgün cavabımız 1 və 3.